Salam əziz qonaqlar, dəyərli şəhid ailələri. Bugün həm zəfərimizin 5 ilinə, həm də bu günə qədər şəhidlərimizin xatirəsinə həsr elədiyim kitabların təqdimatı üçün təşkil olunmuş tədbirdə yenidən bir araya gəlmişik. Bugün yanında olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bu tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir. Sizlər məni tanıyırsınız, mən də sizi tanıyıram. Dəfələrlə hər birimizin evində ziyarətdə olmuşam. Sizin şəhidlərimiz haqqında mənə danışdıqlarınız mənim qəlbimin sinə toxunub, gözümdən süzülərək sətirlərə çevirdi. Və burada gördüyümüz kitablar sizin danışdıqlarınızın sayəsində ərsəyə gəlir. Hər bir kitabı mənim üçün doğmadır. Hər bir kitabım mənim üçün əzizdir. Çünki o kitabın içində mənim qəhrəmanlarım var. Mənimlə birlikdə Azərbaycanı qarış-qarış gəzən, mənimlə birlikdə tədbirdən tədbirə haykıraraq dünyaya mən varam, getməmişəm, yalnızdayım deyən şəhidlərim var. Odur ki, hər tədbirin mənim üçün çox əzizdir, çox dəyərlidir. Dəyər verib tədbirimə gələn qonaqlar da mənim üçün əzizdir. Çünki onlar həm də şəhidlərimizə dəyər verirlər. Onlar şəhid ailələrinə az da olsa dəstək olmaq üçün o tədbirlərdə onların yanında olurlar. Odur ki, ən böyük təşəkkür bizlərə düşür. Gəlin, haqqında danışdığım qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlıq sükutla yad edək. Daha sonra da Azərbaycan Respublikasının dövlət himni ilə tədbirimiz başlasın. Tədbirimə fərqli bölgələrdən, ilindən, döyüşündən, bölgəsindən asılı olmayaraq qəhrəman şəhidlərimin ailə üzvləri gəlir. Gəlin, ayaq üstə, alqışlarla ilk öncə səhnəyə həmin qəhrəmanlarımızın şəkillərini dəvət edək, yolları daha yaxından tanımaq üçün. Məktəblilərimiz qəhrəmanlarımızın şəkillərini gətirsin, biz də onları ayaq üstə alqışlayaq. Şagirdlər, zəhmət olmasa bu səhnənin gəlin qarşısında dayanın. Özündən sonra dünyaya gələn balasının üzünü görməyənləri də var. Atasının, anasının bircə
balası olanlar da var. Bacılarının yeganə dayağı, yeganə ümid yeri olanlar da var. Elə oğullar köçdü ki bu dünyadan, bu vətənin azadlığı uğrunda. Özündən sonra anası, atası dözmədi dərdinə. Bu oğulların içində anası dünyadan köçənləri də var, atası dünyadan köçənləri də var. Qardaş dərdinə dözməyən bacılar da var. Qardaş dərdinə dözməyən qardaşlar da var. Onlar cənnətdə qovuşdular bir-birinə. Hər birinin ruhu şad olsun. Qəhrəman şəhidlərimiz üçün bir gürültülü alqışlar gəlsin bu yiğitlərimiz üçün. Biz bugün varıqsa bu oğullara borcluyuz. Hər birimizə təşəkkür edirəm. Mühəndəsinə verilir. Bayram müəllimi səhnəmizə dəvət edirik. Çox sağ olun. Hər kəsi salamlayıram. Çox mühüm bir nöqtara gəlişik bura. Hamımızın fəxri olan, əksəriyyəti şəhid ailəsi olan insanlar yığışıb. Bilmirəm, var yoxdur, paltarlarına həmişə onları tanıyıram. Qazilərimizi görmürəm, yaxşı olaraq onlarda dəvət olunsaydı. Çünki mənim fikrimcə qazilərimiz də elə canlı şəhid kimidir. Mən bir dəfə də çıxış edəndə söz demişəm, yəni şəhidlərin yoldaşlarıdır onlar. Əksəriyyəti şəhidlər şəhid olarkən onların yanında olub, onların o əziyyətlərin görüb və özləri də onların əziyyətlərində şəhid olub. Yəni düşmən gölgəsidir, biraz aşağıdan ya biraz yuxarıdan, sağdan, soldan dəyilib. Misal üçün ürəyindən öpüşə daha zərərli yerdən dəysəkdə onlar da şəhidlərdir. Onlar da bizim fəxrimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə də can sağlıq versin. Mən Esmira xanıma, Esmira Günəşə öz təşəkkürümü bildirirəm. Çox gözəl başladı. Şairədən başqa çox gözəl ifaçılığı, yəni səs təmbiri də var. Dərhal hər kəs başa düşdü ki, bura şəhidləri yad etmək üçün yığışmışıq. Belə bir söz var, deyir, şəhidlər ölməz, vətən bölünməz. Ancaq belə də deyirlər, şəhidlər nə vaxt ölmür? Şəhidlər o vaxt ölmür ki, onlar unudulmur. Şəhidləri xatırlayanlar öldüsə, onlar da xatırlanmadısa, deməli ki, şəhidlər də artıq yad olunur. Bugünləri mən Esmira xanıma bir daha təşəkkür edirəm. Həm bu tədbiri təşkil edildiyinə görə, həm şəhidlərə aid o cür möhtəşəm kitablar yazdığına görə bu tədbirdə mən tək Esmira xanıma deyil, ümumiyyətlə şəhidlər haqqında yazan, onların xatirəsini yad edən hər kəsə öz təşəkkürümü bildirirəm. Şəhidlər olmasaydı, biz də olmazdıq. Şəhidlər olmasaydı, vətənimiz də olmazdı. Çünki düşmən üstümüzə gələndə, düşmənin qabağına şəhidlər çıxdı. Onları məhv elədi, geri qaytardı, vətənimizin bütövlüyü və suverenliyi qorundu. Bu, hər millətə, hər xalqa aid olan bir göstərici deyil. O qədər tarix səhnəsindən silinmiş xalqlar, dövlətlər olur ki, çünki onların düşmən qabağına çıxacaq yetərincə oğulları olmuyor. Mən bugün burada Abşeron Qızıl Regional Mədəniyyət İdarəsinin nümayəndəsi kimi çıxış edirəm. Və buna görə də başda Ramil müəllim Rəhimov olmaqla Abşeron Qızıl Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən sizin hamınızı salamlayıram və həmişə sizə arzu edirəm ki, bu cür tədbirlər davamlı olsun,
min illər keçsə belə şəhidlərimiz unudulmasın. Bir də onu demək istəyirəm ki, bu uşaqlar sağ olsun, onların valideynləri, təşkilatçıları sağ olsun və bu uşaqlar da orada iştirak edir. Biz bu estafeti onlara ötürürük. Bu dəqiqələr o uşaqlar heç vaxt yadlarından çıxmayacaq və gələcəkdə də onlar özlərindən sonra gələn nəsillərə ötürəcəklər o estafeti. Bir daha hamınıza təşəkkür edirəm və bütün işlərinizdə razı edirəm. Sağ olun. Teşekkür ederim. Var olun ki bu şəraiti yaratdı. Mənim əslində bu binada şəhidlərimizin xatirəsinə tədbir həsr etmək illərdir arzum idi. Çox sağ olun ki, həyata keçirməkdə dəstək oldunuz. İndi isə çıxış edir Sumqayıt şəhər Səid Rüstəm Obadının Musiqi Məktəbinin xalq kolektivi, bədii rəhbər və hormeyster Könül Mütəllimova, dəyərli bəstəkarımız Lalə Şirin.
Sonra da Həsən Persiyani. Tarix yazdılar. Qorudu bu vətəni, bu torpağı canıyla. Şuşa, Laçın, Kəlbəcər, qayıtdı birər-birər. Qələbəmi bizlərə yaşatdılar igidlər. Zirvələrə ucaldı ay ulduzlu bayrağım. Şəhidlərin qanıyla çiçəkləndi torpağım. Kimisi körpəsini görmədi heç özünü. Kimisi sevdiyinə çatdırdı son sözünü. Kimisi anasının bircə balası idi. Kimi eli, oğlanın nazlı sonası idi. 44 gündə səmaya ucaldı neçə mələk. 44 gündə alışdı, yandı neçə min ürək. Azərbaycan tarixi yeniləndi həmin gün. Gör nə qədər qələmi sınıb töküldü ömrü. Qələbəni yaşatdı neçə igid, neçə can. Unutmaz igidləri, unutmaz Azərbaycan. Unutmaz igidləri, unutmaz Azərbaycan. İstəyirəm piyanistimiz yaxınlaşsın, onu bir yaxından görək. Bu istedadı dünən kəşf etmişəm mən. Təsadüfən elə Heydər Parkın yaxınlığında gördüm. Və istədim ki, bugün tədbirimdə yer alsın. Uğurlarımız bol olsun. Təşəkkür edirəm. Gəldiniz, iştirak ediniz. Bundan sonra nəğmələrimizdə siz də yaşadarsınız şəhidlərimizi. İndi isə çıxış üçün sözü şairlərə vermək istəyirəm. Mən bir ad çəkilməyəcəm. Tədbirimdə iştirak edən bütün şairlər yanıma dəvət edir. Kimin ürəyində nə sözü varsa, gəlsin bir yerdə eşidək sözlərini. Bütün şairlər, hər birimiz yanıma dəvət edin. Sonra heç gözünüz üzməsin ki, tədbirində bizə söz vermədi. Zəhmət olmasa, Nur Ocağından da burada qonaqlarımız var. Yazıcılar Birliyindən də qonaqlarımız var. Əvvələ hər kəsi salamlayıram. Şəhid ailəsinə, manalarından, qardaşından, bacısından, Allahdan səbr diləyirəm. Qadın bəşəriyyətin bir dayaq üstündür. Qadın ışıqdır. Qadın istər ailədə, istər təhsildə, istər vəzifədə, hər hansı bir sahədə, istər də cəbhələrdə işlərimizlə çiyin-çiyinə addımlayan qadınlar. Bu günləri bütün dünyanın hər yerində qadının səsi gəlir. Axı qadının səsi layladır, bayatıdır, simfoniyadır, sazdır, muğamdır, qitədir, rəngidir. Elə ona görə də analara vətən, xalq, torpaq deyilir. Axı analar bizim tükənməz sərvətimiz, görən
şəhidlərimiz, döyünən ürəyimiz, ilk beşimizin nəğməsidir analı. Əmin-əmanlıq yaradır. Sülh şamını yandıran analar, sizin bu şəhid ailələrinin analarının qarşısında baş əyilən və Esmira Günəşə öz minnətdarlığımı bildirirəm ki, bax bu şəhid ailələrinin analarımızı bir yerə yığıb, öz başına yığıb, şəhidlərin hər birindən görüşdükcə, şəhid ailələrinin hər birindən görüşdükcə inanın ki, dilimiz, ağzımız qurur ki, necə sual verək onlara, necə könüllərini Allah bunların bildiyimiz kimi. Sentyabrın 27-si 2020-ci ildə Zəfər qələbə 44 günlükdə bizim oldu. Bu zəfər qələbəni bizə bəxş edən Müzəffər Ali Başkomandanımız başda olmaqla igid oğlanlarımıza, qəhrəmanlarımıza, xalqımıza öz minnətdarımı bildirirəm. Qazilərimizə, yaralılarımıza Allahdan şəfa diləyirəm. Torpaqda çiçəyə dönən, cənnətdə bəyə dönən, sinəmizdə ürəyə dönən şəhidlərimizə məkanı cənnət olsun deyirəm. Müqəddəs ruhunuz uçdu göylərə, Tanrı almışına oldu sizləri. Ən gözəl istəkli mələklər kimi cənnət baxçasına saldı sizləri. Bilirəm, məhsuddur ruhunuz. Zəfər təntənəli devrandır bugün. Şuşaya sancılıb vətən bayrağı. Qarabağ Azərbaycandır bugün. Qarabağ Azərbaycan eləyən şəhidlərimizin məkanı cənnət olsun, nur içində yatsın və ailələrinə Allahdan səbr diləyirəm. Və Esmira xanıma dəfələrlə öz minnətdarlığımı bildirirəm ki, indən belə biz şəhidləri heç vaxt unutmayacaq. Hər vaxt qələmimizdə, ürəyimizdə gözümüzün yaşından süzülən, o göz yaşlarımızdan süzülən mürəkkəbdir. Əllərimizsə bir qələm, hər vaxt yaz deyirəm. Ey gözəl insan, ey şəhid ailələrin bir yerə yığan. Və bu günləri mən çox çatmayacağım. Şəhid analar şeirinə xoş gördün deyirəm. Mən şəhid analarımla görüşəndə onlar mənə dedi ki, Gülamay xanım, heç narahat olma. Biz indi şəhid analar uşaqlarımızı, yəni şəhid olmuş uşaqlarımızı biz öz ruhumuzdan doğacaq. Mən onlara belə bir şey yazdım. Şəhid anasıya qoyulsinirlər, amma göz yaşımı boğacaqam mən. Bətnimdən doğduğum şəhid balamı, indi öz ruhumdan doğacaqam mən. Mənimdir kül sayı böyəcən dağı, hər daşım, hər qayam aslan yatağı, sinəmə dağ çəkmək istəyən yağı, görsün necə zirvəmizə dağım mən. Ah çəksəm axıma dinər ulduzlar, göylərdən yerlərə inər ulduzlar, üç renk bayrağıma dönər ulduzlar, ana görkəmində bir bayrağam mən. Oğulsuz keçsə də neçə illərim, dəhtdən ağarsa da qara dillərim, deməz qədir bilən doğma illərim, deməz xəzən vurmuş bir yarpağam mən. Düşmənlər yurduma girməyəcəklər, bağımdan gül çiçək dərməyəcəklər, şəhidlər ölməyəcəklər. Nə qədər vətən var, hələ sağlıq bir. Nə qədər vətən var, nə qədər qazan var, nə qədər analar var, şəhidlərimiz heç vaxt ölməyəcək. Həmişə zəfər bizimdir, yenə də zəfərimiz mübarək olsun deyirəm Azərbaycan. Şəhid analarının da əllərindən öpürəm, Esmira xanımın da əllərindən öpürəm ki, bu boyda baş şəhidlərimizin yazar əlləri var olsun, hər vaxtindən belə sülükdən, əmin-amanlıqdan yazar. Sağ olun, Allah'a emanet. Salam və vaxtınız xeyir olsun, hörmətli qonaqlar, hörmətli dostlar və komandamın tanımadığım insanlar, hər birinizi xoş gördük və hörmətli bizim əzizlərimiz, şəhid ailələri, şəhid anaları, sizi salamlayırıq, var olasınız. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin,
Ali Başkomandan İlham Əliyev qorusun, millətimizi, cəmiyyətimizi, xalqımızı qorusun. Allah qorusun. Mən də bir üzr istəyirəm, mən burada Nur Ocağı adından özüm bir təsisçi olmaq şərti ilə yəni burada iştirak edirəm. Bizim Nur Ocağının şairləri adından, rəhbəri Seyran Süleymanova xanımın adından, bütün şairləri adından Ezmira xanımı təbrik edirik, uğurlar arzu edirik, qonaqları da salamlayırıq. Mən bir haşiyə çıxmaq istəyirdim, mən müəyyən bir ölkələrdə olmuşam, uzaq da olmasa yaxın ölkələrdə olmuşam. O vaxtdır mən bütün həmişə bu tədbirlərdə, məclislərdə bu sözü deyirəm. Biz qırağa harda çıxanda hansısa bir ölkəyə, orada bizim başımız həmişə aşağı olurdu. O vaxt o əvvəlinci illərə qayıtmaq istəyirəm ki, torpaqlarımız işğal altındaydı. Və o torpaqlara biz gələ bilmirdik. Çünki o torpaqlar düşmənin tapdağı altındaydı. Və biz kiməsə bir sual verəndə ki, hansısa bir insanla söhbət edəndə qayıdıb deyəcək ki, sizin 20% torpaqlarımız işğal altında, bizim başımız çox aşağıydı, dik gedə bilmirdik. Amma bir dənə də Heydər Əliyevin, o öndərimizin bir sözü vardı. Deyirdi ki, mütləq güclü ordu lazımdır. Ordu olmasa biz torpaqları azad edə bilmərik. Yəni siyasət öz yerində, amma ordu mütləq lazımdır. Yəni ona da illər lazım idi ki, ona hazır olmalıyıq və o illər də gəlib çıxdı ki, bizim fədakar, mərd, oğullarımız, həqiqətən sözün əsl mənasında fədakar oğullarımız, vətəndaşlarımız o torpaqları birə-bir hamısını azad edədilər. O şəhidlərimiz ki, o insanları biz heç vaxt unuda bilmərik. O qazilərimizi heç vaxt unuda bilmərik. Hər an, hər dəqiqə, hər saniyə o şəhidləri, o qaziləri, bütün o öz vətəndaşlıq borcunu yetirən insanlar da oldu orada. Yəni cəmiyyətin üzvlərini deyirəm mən. Var olsunlar. Həqiqətən də Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun ki, bugün bütün tədbirlərdə Ezmira xanım, indi üzü sürəmət bütün tədbirlərdə mən iştirak edə bilməmişəm. Ola bilər ki, başqa işlərlə əlaqədar olar. Amma Ezmira xanım həmişə bunu qeyd edir. Bütün şəhid anaları ilə görüşür, qazilərlə görüşür, istəqdimatlarda öz sözünü deyir, rahat deyə bilir ki, yəni ki, bunları unutmaq olmaz. Şəhid ailələri istər orada 10 dənə olsun, 15 dənə olsun, mütləq onun tədbirində iştirak edir. Və olmalıdır da. Bunu biz heç vaxt yaddan çıxartmayın. Amma onu da qeyd edir ki, Türk jurnalisti var, o Türk jurnalisti belə bir sual verdi. Edəyəz bir ölkədə 33 il, 35 ildən yuxarı heç bir şəhidləri, yəni belə keçirilmir. Yad eləmirlər. Bunu bilmirəm, yəni ki, eşitmişsiniz hamımızda. Yəni internet səhifələrində, Allah'a şükür, sosial şəbəkələrdə hamımız daxil olursunuz, görürsünüz. Həqiqətən də Azərbaycan xalqı çox mərd və gözəl xalqdır. Allah qorusun bu bizim millətimizi. Allah şəhidlərimizə rəhmət eləsin. Mən bir dənə şeir demək istəyirdim, əgər icazə versəydi. Bismillah. Bütün Azərbaycan tanımda adda, qürurun mərdliyin uca bir dağda, muğamın beşiyi cənnət o bağda, məşhurdur dünyada adın hər yanda, ucaldı bayrağın can Qarabağda, bütün Azərbaycan tanımda adda, zəfər bayrağında şəhid qanları, daim keşiyində idi canları, qovuldu torpaqdan düşmən yanları, ucaldı bayrağın can Qarabağda, bütün Azərbaycan tanımda adda, millətin birliyi ali tamamdan, səfərlər oldular döyüş bir andan, qisası alındı tökülər qandan, ucaldı bayrağın can Qarabağda, bütün Azərbaycan tanımda adda, şəhadət zirvəsi Allah yolunda, haqqına vuruşdu vətən uğrunda, uğruna uğuru Tanrı yanında, ucaldı bayrağın can Qarabağda, bütün Azərbaycan tanımda adda, vətəndən dərgin canı can millət, yox oldu üstündən qaranlıq zülmət, qaçqınlıq böhürü silindi zillər, ucaldı bayrağın can Qarabağda, bütün Azərbaycan tanımda adda,
Ölməz şəhidlərin yeri cənnətdə, əvvəllər bəslənir ana vətnində, əbədi məşşəldir can vətənində, ucaldı bayrağın can Qarabağda, bütöv Azərbaycan tamında adda. İlhamlı gələcək ilham qəlbində, qorudu vətəni silah əlində, yağını oturtdu gələn yerində, ucaldı bayrağın can Qarabağda, bütöv Azərbaycan tamında adda. Əsrlərin əsri tarix məbədi, yaddaşda həkk olub adın əbədi, yaşı Azərbaycan, yaşı nəbədi, ucaldı bayrağın can Qarabağda, bütöv Azərbaycan tamında adda. Çox sağ olun, var olasınız. Təbrik edirəm, oğullarınız bol olsun. Buyurun. Əvvəla mən salamlayıram gözəl xanımları, bizim baş tacımız olan şəhid analarını, Esmira xanımı salamlayıram, bura gələnlərin hamısını salamlayıram. Mən bir hərbiçi olaraq öz sözümü hər kəsə deyirəm. Bizim balalarımız 90-cı ildən bu ilə qədər, yəni 20-ci ilə qədər can qoyublar torpaqları uğrunda. Ancaq 90-cı ildən sonra şairlər o qədər yazmadı. Həqiqətən də bu 44 günlük müharibə şairlərin ürəyini coşa gətirdi. Şairlərin ürəyinə elə bir məhdən saldı ki, şairlər bu hər şəhidimiz haqqında yazmamış, keçə bilmirlər, yata bilmirlər. Kənd-kənd, obla, qarış-qarış gəzirlər. Bunların kimliklərini, necə olublar, necə oynayıblar, məktəbə necə gediblər, hamısını bir-bir sətirlərdə, vərəqlərdə, ürəklərdə fəth ediblər. Esmira xanım, mən bir hərbiçi şairə kimi sizin bu işinizi, tutduğunuz yolu, yürüdüğünüz yolu alqışlayıram. O qədər alqışlayıram ki, bəlkə də mən gecə də, gündüz də deyirəm ki, havaldır, cavandır, çox gözəl işlər görür. Allah yolunu açıq eləsin. O gözəl ailəm var, ailəmlə qızım xoşbəxt ol sənə. Şəhid analarına üzümü tutub deyirəm, şəhid analarına, bu günləri heç vaxtı qəhərlənməyin. Sizin balalarınız tarix yazır. Bir tarix yazır ki, həyatı boyu Azərbaycanın köksündən silinməz o tarix. Ona görə də fəxr eləməlisiniz. Siz seçilmişlərsiniz. Siz Allah tərəfindən, balalarınız da seçilmişlərdir. Balalarınız da. Bilmir kimin balası, harada necə olacaq? Mən bu yaxınlarda bir şey şahidi oldum, bağışlayın məni, üzr istəyirəm, karşıdan çıxdım. Ağaya düşüb, oğlu İraq üstümüzdən ölmüşdü. Anası dedi, tək mənim balam şəhid olardı. Həqiqətən də elə. Ben bir balacı da olsa bir balacı, Esmir vaxtımız var, balacı bir şey yok ya. Yok, uzun diyor, bir sebebi. Olar mı? Şəhid balam, atan qürurludur, başı ucadır. Kişi tərk eylədin, igidliyi sən, etdin vətəninə sinəni süpür. Saçdın hak yolunda, seçdin hak yolunda şəhidliyi sən. Anam üzü ağdır, xalqın içində. Atam nümunədir, öz qüruruyla. Al günə çıxardın vətənimizi, işıq saçdın şəhidliyi nuruyla. Ay şəhid anası, göz yaşını sil. Bütün Qarabağı qarış-qarış gəz. Oğlum tarix yazıb, öz qanı ilə şəhid yazan tarix heç vaxt silinməz. Mən də sizi salamlayıram. Gözəl bu tədbiri yaradan, burada zəhmət keçən hər bir şəxsə öz təşəkkürümü bildirirəm.
xanım da bu işdə fəaldır. Esmeranı çoxdan tanıyıram. Onun bu gözəl işlərini alqışlayanların biri də mənəm. Alqışlayıram sizi. Mən də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü Bayram Aşıqlı olaraq şəhid valideynlərinə baş əyirəm. Bu gözəl şagirdlərimizə ki, doğrudan da bu belə bir tədbirlərdə iştirak eləməkləri vacibdir. Çıxış hazırlamışdım. Bu vaxtdan səmərəli istifadə edək deyə sağollaşıram. Hər birimizə gözəl günlər arzu edirəm. Seçilmişlərdir dedik qəhrəmanlarımız. Bizim tədbirimizdə Sumqayıt şəhidlərinə həsr olmuş Seçilmişlər kitabının müəllifi Aygün xanım da iştirak edir. Aygün xanım da səhnəmizə dəvət edirik. Deyik ki, kəlmədə ondan eşidək. Sumqayıtın bütün şəhidlərini 44 günlük Vətən müharibəsində şəhadətə alacağımız qəhrəmanların hər birini öz kitabında tarixin yaddaşına hərk elədi bu xanım. Təşəkkür edirəm Esra xanım. Mən bütün tədbir iştirakçılarını salamlayıram. Xoş gördük sizləri deyirəm. Tədbiriniz həqiqətən də gözəl bir məqamda baş tutur. 27 sentyabr an günümüzdür. Bəli, neçə ildən sonra, o səbirdən sonra Ali Baş Komandanın əmri ilə hamının səbirsizliklə gözlədiyi bir an geçti. Məhz 27 sentyabr tarixində bütün vətənpərvər oğullar ayağa qalxdı. Və sonda böyük bir qələbə, zəfər çalandı və bu zəfər Ali Baş Komandanın ətrafında tutlaşan, dəstəkləyən onu xalq və rəhbər və ilk oğulların birliyi sayəsində baş tutdu və böyük bir zəfərə imza atıldı. Təbii ki, qələbə qansız ötüşmür. Ruhları şad olsun, vətənin azadlığı və bütünlüyü uğrunda canlarından keçən bütün qəhrəmanlarımızın. Çox çətindir, əlbəttə. Mən çox istəyərdim deyəm ki, nə yaxşı ki, mən sizləri tanıdım, əziz şəhid ailələri. Amma bir tərəfindən baxanda, bunun başqa bir tərəfini də düşəndə yaxşı deyil ki, nə üçün mən sizləri bu məqamda tanıdım. Amma bağışlayın məni, şəhidlik hər kəsə nəsib olmayan uca bir zirvədir. Ölüm var ölüm, ölüm də var dili hərflərlə yazılan bir ölüm. Var olun, Allah sizləri qorusun, bütün şəhid valideynləri, əziz doğmaları. Mən hər zaman bir fikri deyirəm, məncə Esra xanım da bu fikirlə razıdır ki, sizlər yaşayın, yaşadın, bizlər sizə dəstək olaq. Çünki bu qəhrəmanları hamı tanımalıdır. Hamı, dünyanın hər yerində. Bugün seçilmişlər, bunu mən demirdim, amma deyirəm, bugün seçilmişlər kitabı təkcə Azərbaycanın bölgələrində deyil. Mən bacardığım qədər o kitabları artıq xaricdə yayınlayıram. Bizim səfirliklərə gedib çıxır, diasporlarımıza, rəhbərlərinə gedib çıxır ki, hamı bilsin və artıq tədbirlərimizi ölkədən kənarda keçirək. Və bir gün sizlərlə biz xaricdə bu tədbirləri keçirək. Azərbaycan oğullarını hamı tanısın, hamı bilsin. Esra xanım sizə gəlsəyəm, bəli, bu qədər kitablar elə bilə yaranmayıbdır. Böyük bir zəhmətin, yoxsuz gecələrin bəhrəsidir o kitablar. Mən bilirəm ki, analar necə sevinirlər, öz övladlarının adını, hətta adını bir bədikdə görəndə və yaxud tədbirdə bir cümlə ilə onların övladının adı çəkiləndə nə qədər qürur duyurlar. Siz başlayanda həzin musiqilər səsləndi və mələyim nə oldu? Bilirsiniz, zəfər çalmışıq, körlərməyək biz, ağlamayaq, sızlamayaq. Çünki bizim belə oğullarımız olub və olub da yox, var, olacaqlar da. Bu gün şəhidlər xiyabanda
şad olsun deyib. Hansı bir yaxınımızın, əzizimizin məzalı üstünə gedib bu qədər dualar edənlər olur. Amma o oğullar milyonlarla dualar eşidirlər, onların yerləri cənnətdir. Cənnət məkan şəhidlərimizdir. Var olun ki, əzizim, siz hər zaman şəhid ailəsinin yanındasınız, ailələrinin yanındasınız. Hər insana münasibətlər müxtəlif ola bilər. Amma önəmli olan şəhid ailələri Esmira Günəşi sevirmi? Sevir. Elə deyilmi? Bir alqışlayan Esmira Günəşi. Esmira Günəş Fərqərsınlərdə deyil, böyük bir hünər sahibidir ki, bu şəhid ailələr deyilmə, o Azərbaycanın müxtəlif bölgələrinə gedib orada tədbirlər keçirir. İnanın ki, hələ mən bunu etməyə qadir olmamışam. Halal olsun sizə. Və bu anaları bir-birinə tanıdı, bu şəhidləri bir-birinə tanıdı. Bundan gözəl nə ola bilər? Əgər o sevgi, sizin onlara sevginiz, onların sizə sevgisi varsa, həyatda bizlərə heç nə lazım deyil. Bircə arzulayaq ki, əli qələm tutan hər bir kəs bizim şəhidimizi yaşatsın, tanıtsın. Bax, bu da önəmli olan. Var olun, yazılın, var olun, hər zaman yanınızdayam. Siz əsl vətənpərvər xanımsınız. Çox sağ olun, Allah razı olsun. Sözü musiqiyə vermək istəyirəm, bildiyiniz kimi. Şəhidlərimiz haqqında yazdığım bir çox şeylərə musiqilər bəstələnib. Onlardan biri şəhidimiz Ruslan Məmmədovun xatirəsinə yazdığım şeirdir ki, elə öz addaşı Ruslan Əkbərov səsləndirəcək. Monitorda isə şəhidimizin xatirəsinə həsr elədiyimiz klip sizlərin ixtiyarına verilir. Senden şikayet eyleyeceğim Allah'a, benim evlatlarıma bir de dokunmadan. Ezen senden şikayet eyleyeceğim Allah'a, benim evlatlarıma bir de dokunmadan. Aldın benim elimden yaşlı doğanı, zulmetine gel gittin bu işi bu dünya. Aldın benim elimden yaşlı doğanı, zulmetine gel gittin bu işi bu dünya. Ruslan talimin en şirin payıydı, evimin son beşiği kalbin harayıydı. O gelende ele bil evime nur gelirdi, her işi emeliyle gelip nur gelirdi. O yandan dur gedey, bezeyim son
senin için seni arzular. Şehit arası değil, beyazı olumdan. Yaman küsmüşüm bu amansız ömürden. Yaman küsmüşüm bu amansız ömürden. Təşəkkür edirəm. Həqiqətən də mənimlə birlikdə bir çox bölgələrdə şəhidlərimizlə bağlı keçirdiyim tədbirlərdə fəal iştirak edib və hal-hazırda yanımda balacamız var, Aylinimiz. Aylinimiz 24 nömrəli Sumqayıt Məktəbinin yetirmələrindən biridir. Bir məqamlıq sözü doğrulamaq istəyirəm. İllər əvvəl 44 günlük Vətən müharibəsindən 10 gün əvvəl tanımışdım Aygülümüzün anasını. Həmin xanım fotodizayneridir və 44 günlük Vətən müharibəsində ziyarət etdiyim şəhid ailələrinə apardığım şəkillərin əksəriyyətini Sevda xanım təmənnası olaraq özü təşkil eləmişdi. İstəyirəm bir alqışlar da gəlsin. Bax belə mərd xanımlarımıza təşəkkür edirəm və çox şükür ki, ilk dəfə bir tədbirdə sənə təşəkkür etmək də nəsib oldu. İndi onun yetirməsi, balaca qızı böyüyüb və bugün şəhidimiz Təcəddüd İsmailzadə haqqında yazdığım şeiri sizlər üçün ifa edəcək. Sumqayıt şəhidləri deyər gəldiyi zaman Tacəddinin adını gərək çəkək həminan. O da vətən ruhunda döyüşəmə qatılır. Hər gün həvan adını qəlbimizdə alır. Sən vaxad o qəhrəman unutmaq biz səni. Unutmaq biz sənin öz sağlıq doğdun, doğma yurdu vətəni. Məzarının önündə hörmət də dayanır, hörmət də dayanır. Öz sağlıq doğdun, doğma yurdu vətəni. Buyur. Keçəylə şeirində təşəkkür edirəm, uğurların daha da bol olsun, baxıb sevmək inşallah. İndi sözü yenə musiqiyə vermək istəyirəm. Daha bir balaca qəhrəmanımı sizlərə təqdim edirəm. Yenə 24 nömrəli məktəbin yetirməsi. Bizim hər birimizin daha yaxşı tanıdığımız Leyla Məmmədova gəlir. Bir çox müsabiqələrin qalibi. Leyla'mız da mənim şəhidlər haqqında keçirdiyim tədbirlərlə şəhidlərimiz haqqında ilk öncə şeirlər səsləndirə, daha sonra yazdığım şeirlərə bəstələnmiş musiqiləri ifa edə bir çox müsabiqələrdə iştirak elədi və bugün istedadlar müsabiqəsində də birincilik, ikincilik yer əldə edib təbrik edirəm, uğurların daha da bol olsun. Bizim Leyla'mız, qəhrəman şəhidimiz Emin yeganə övladı Hürvət Mustafayevin xatirəsinə həsr elədiyimiz musiqini səsləndirir sizlər üçün.
illərdən bəri yağı tapdağında qalan torpaqlarımız məhz sizin övladlarınız, sizin qardaşlarınız, sizin balalarınız hesabına yağı düşməndən azad oldu. Bir millət olaraq bugün biz çox görürük ki, məhz bu şərəfə biz nail olduq sizlərin hesabına. Böyük bir şair deyir ki, bu vətən üçün biz nələr elədik? Kimimiz öldük, kimimiz nitq söylədik. Amma bugün biz təkcə nitq söyləyərək qalmadıq. Bax, belə kitabları yazdıq, araya, ərsiyə gətirdik. Esmə xanım çox sağ olsun ki, məhz sizlərin hər birinin evində olub, göz yaşları ilə, ürək ağrısı ilə bu kitabları yazıb, araya, ərsiyə gətirib. Bu işlərin içində olan adam kimi, bir qələm əhli kimi deyirəm ki, vallahi çox çətindir. Sizlə bir yerdə söhbət eləmək, nə qədər şərəfli olsa da bir o qədər ağırdır. Sizin ağrıya, acıya şərik olmaq. Amma bugün bizim hər birimiz sizin göynəkliyə, sizin ağrıya, sizin acıya şərikik. Məndən öncədən aktivlər çox geniş nitq söylədilər, fikirlərini dedilər. 5 gün bundan öncə bizim şərəfli talibimizin il dönümüydü, Azərbaycanımızın suverenliyidir. Və 2 gün sonra əziz şəhidlərimizin anım günüdür. Əzizlərim, mən sizə səbir diləyirəm və bu sözlər, bu fikirlər heç də paposlu deyil ki, biz hər kürsüdə onu dilə gətiririk ki, siz bizi özünüzün qardaşınız, özünüzün övladınız, özünüzün yaxınınız deyil. Biz nə eləsək, nə addım atsaq, onların elədiklərinin bir zərrəsi deyil. Amma bir Azərbaycan vətəndaşı olaraq biz də çalışırıq ki, müəyyən qədər borçlu qalmayaq. Əslində tarixi onlar yaratdı, tarixi yaratdılar. Bugün biz bir vasitəçiyik, həmən tarixi yazırıq. Bu yöndə, bu istiqamətdə kimsə hər hansı bir addımı atırsa, mən həmkarlarıma, dostlarıma, qələm adamlarına da təşəkkür edirəm ki, bizdən onlara bax həmən o xatirələri qələmə almaq, kağıza köçürmək, onlar qalacaq. Ruhları şad olsun, sizin qarşınızda siz, həyəcansız danışmaq olmur, amma mən bir daha deyirəm, yenə də Esra xanıma təşəkkür edirəm ki, yenə deyirəm, bağının, bağcının içində olan bir adam kimi biləm ki, nə qədər çətindir araşdırma, aparmaq, yazmaq və bunu kitab halında ortaya, araya, ərsiyə gətirmək. Allah hər birimizə səbir versin, var olsun Azərbaycanımız, var olsun suveren Azərbaycanımız. Bugün bütün şəhidlərimizin ruhu həm də ona görə şaddır ki, 1-ci Qarabağ müharibəsində bizim bütün hücumlarımız, bütün əməliyyatlarımız uğursuz oldu. Amma bugün bizə çox şükür ki, 44 günlük müharibədən sonra bir istədiyimizin hamısına nail olduq. Can itkisi oldu, əzizlərimizi itirdiniz, əzizlərimizi itirdik. Amma torpağın, vətənin əzizliyi, şirinliyi, vallahi hər şeydən öndədir, hər şeydən əzizdir. Allah bir daha hər birimizə səbir versin, dərdinizdir və dostlarım, həmkarlarım sağ olsun ki, bu tarixi, yazılan tarixi bir daha ilə yaradılan tarixi yazıya çevirirlər, yazırlar. Sağ olun, Allah səbir versin, var olun hepinize, sağ olun. Teşekkür ederim. Sözü yine şehre geldik. Bu dəfə Sumqayıt şəhəri 25 nömrəli məktəbin yetirilməsi Nuray xanıma dəvət edirəm səhnəmizə. Nuray xanım bizə məhz zəfərimizə əsr elədiyim indi zəfər vaxtıdır şeirini səsləndirəcək. Ne kadar yazalardı Xocalı harayına. İkidə həsrət qalandı Qarabağ sarayına. Şuşanın göz yaşından, Ağdamın fəryadından. Öz doğma torpağına
zabitlər iştirak edirlər. Onlar hərbi formada deyil, mülki formada gəlirlər tədbirimizə. Bir alqışlar da gəlsin, məhz sərhəddə bugün vətəni qoruyan oğulların şərəfinə. Çıxış üçün söz İctimai Birliyin sədrlərinə veriləcək və tədbirimiz bitməyə çox az qalıb. Məktəblərimizdən xahiş edirəm, tədbirimiz başlayarkən şəkillərimizi necə götürmüşdülərsə götürüb hazır olsunlar. 44 günlük Vətən müharibəsindən sonra bir çox ictimai birliklər yarandı. Onların içində mənim üçün ən önəmli olanlar şəhid ailələrinə dəyər verib onlara mənəvi dəstək olmağa çalışan, məhz bu məqsədlə yaradılan ictimai birliklər idi. Həmin birliklərdən biriləri Hamazda Subay Təşkilatını yaratmağa çalışırlar. Tədbirimizdə Seyid Əfəndi Şəhidin sözü ilə Subay Təşkilatının sədri Seyid Əfəndiyə şəhid ailələri idarə etsinlər. Buyursunlar. Gedin oradan çekin. Herkes sizi tanıyor. İnsanların orada yorgun vaktine düşmesi diye çok uzanmadan sadece teşekkür ederim. Herkesten çok bir sevgili, bir şehit ailelerine sizi destekleyenizin yanınızdayım ve her zaman böyle olacak. Uğurlarınız olsun. Teşekkür ederim size. Sağ olun. Adətən şəhid ailələrini səhnəyə dəvət edərkən onların bir sözü olur, biz danışmayaq. Çünki o qədər o xatirələrdən danışırlar ki, əlbəttə ki, hər söz, hər cümlə, hər xatirə keçmişə bir səyahətdir və keçmişə səyahət edəndə o gözəl günlərdən və o indiki yoxluğun gətirdiyi kədərin içinə düşmək istəmirlər. Amma mən yenə də şəhid ailələrini yanına dəvət edəcəm. Kim danışmaq istəyər, danışar, danışmaq istəməyəni yorumlayacam, söz verirəm. Gəlin başlayaq, əslən Füzulidən olan qəhrəman şəhidin, Mətanət Mehdiyevanın ailə üzvlərindən. Biz şəhid deyəndə yalnız bəyləri deyil, xanımları da yadımıza salmalıyıq. Çox təəssüflər olsun ki, bizim vətən uğrunda canından keçən xanımlarımız da az deyil. Bax, burada qonaqların içində məhz İlk Qarabağ savaşlarında şəhadətə ucalan Mətanətin ailə üzvləri var. Sonra mənim 3 övladını yoldaşına əmanət edib şəhadətə ucalan Samir Şüküroğlu'nun ailə üzvlərindən var. Şavrandan gələn qonaqlarım var. İlk Qarabağ savaşının ağrılarına qəlbində yaşadan Ömər, Ələsgər, Oktay, Hacı, Təbəssüm, Rıza, başqa kimin adını demədimsə, yaxınlaşın yanıma zəhmət olmasa, siz özünüz də şəhidlərimizi təqdim edə bilərsiniz. Gəlin yanıma. Sonra mənim burada əkiz oğlan evladı dünyaya gətirməyin sevincini yaşayıb. İllər sonra o əkizlərdən birini torpağın qoynuna köçürən Mənsurun ailəsi var. Gəlin yanıma zəhmət olmasa. Bacısı oğlunu öz oğlu kimi böyüdü. Elə öz evindən də hərbi xidmətə salıb. Aprel döyüşlərində ay ulduzlu bayrağa bükülmüş tabutunu qarşıladı. Heç onda bilməzdi ki, illər sonra öz oğlunun da tabutunu qarşılayar həmin qapıda. Mənim Nicatımın ailə üzvləri burada iştirak edir. Zəhmət olmasa yaxınlaşsınlar yanıma. Antiterror o 23 saat bir neçə dəqiqə deyilik biz ona.
O savaş da çox can aldı bizdən. Amma onun təməli polislərimizlə başladı. Bugün tədbirimdə Seyfimin ailə üzvləri iştirak edir. O Seyfi ki, nişanına 2 gün qalmış şəhid oldu. Xonçaları bəzəkli, otağında yolunu gözləyə qaldı. Seyfimin həm anası, həm atası tədbirimdə iştirak edir. Şövqiyana zəhmət olmasa yaxınlaş mənə. Naxçıvandan qonağım var mənim. Elçin İbrahimlinin dayısı qonağımdır bugün. O elçinin ki, ömrünün uzun illərini vətən sərhədlərini qorumaqla geçirdi. O elçinin ki, yarının gözünü yolda, anasının qəlbini intizarda qoydu. O elçinin ki, o qəhrəman nəsildə böyümüşdü. Onun dayısı da qazidir. Bugün bölgelerden gelen şehit aileleri ile yanaşı, aynı zamanda Sumqayıtdan da doğmaların, değerli şehit ailelerin tədbirinde iştirak edir. Onlardan önce Qurbanəlinin atası tədbirinde iştirak edir, onu da dəvət etmək istəyirəm yanıma. 44 günlük vətən müharibəsində torpağa subay oğul köçürən atalardan biridir Eyşad əmi. Xaçmazdan qəhrəman şəhidlərindən Fəxrəddin Fərəcovun bacısı Rübabə xanım iştirak edir tədbirimdə. O da gəlsin yanına zəhmət olmasa. Bu tədbirdə Emil İskəndərovun anası. Sən arada qalx, biz sən almışdıyaq bir dənə. Anamız səhbi ilə bağlı məlumatlar. Bu tədbirdə Səbuhinin anası Maysa xanım, gəl yanıma. Subay oğul köçürən analardan biridir Maysa xanım. Oğlundan sonra qələmə sarılan anadır. Oğlunun və digər yaralı anaların qəlbinin fəryadına səs olmağa çalışır, şeirlər yazır. 128 gün komada olan balasını cənnətə yola salan mərd anamız ay gün ana tədbirində qonaqdır. Gəlsin yanıma. 2 oğlun, 2 bacının tək qardaşı, Elvinimizin anası tədbirində iştirak edir. Gəlsin yanıma. Cənnətə subay oğul köçürən analardan daha biri, özü də İç Qarabağ savaşlarında iştirakçısı olub. Bizim Ətanət anamız, Elçinimizin anası. Gəlin siz də yanıma zəhmət olmasa. Və tədbirimdə Səmidinin anası iştirak edir. 3 bacının tək qardaşı idi Səmidim. O da nişanlıydı. Onun da arzuları yarım qaldı. Əsmər anam, gəl yanıma. Və evladının özünü görməyən şəhidlərimizdən daha birinin həyat yoldaşı tədbirində iştirak edir. Mənim qürur duyduğum, hər zaman tədbirlərdə fəxrlə təqdim elədiyim şəhidim Qubat Əliyevin həyat yoldaşı xanım tədbirimizdə iştirak edir, yanıma yaxınlaşsın. Bu ailə 2 şəhid vermişdi. İç Qarabağ savaşlarında Mirzəni, 44 günlük vətən müharibəsində də Ülvini şəhid verən, qəhrəman Ülvimizin anası Ülviyə ananın yanına, Xatirə ananın yanına dəvət edirəm. Və min yeganə oğladı Rüfət Mustafayevin anası Afət ana. Zəhmət olmasa sən də gəl yanımıza. Monitorda klipini izlədiyimiz Ruslan Əkbərovun da haqqına
yazdığım şeiri səsləndirdiyi, musiqisini səsləndirdiyi həmin o qəhrəmanın anası tədbirimizdə iştirak edir. Ruslan Məmmədovun anası və qardaşı tədbirimizdə iştirak edir. Yılmaz Əhmədovsa yaxınlaşdı. Bizim Elminimiz, Elgin Abbasovun anası da tədbirimizdə iştirak edir. Onu da dəvət edirəm yanımıza. Və Kəmal Əmanın bir cümləsi var. Mən bunu hər dəfə tədbirlərdə vurğulayıram. Oğladı haqqında məlumat verəndə demişdi ki, mənim oğlum ən gənc kursantlardan biriydi. Bilmək olmaz, bəlkə yaşasaydı general olardı. Amma torpağın qoynuna köçdü. Kəmal anamız Vüsal Muradovun anası. Allah hər birimizdən razı olsun. Təşəkkür edirəm hər birimizə və səhnədə şəhid atalarımız da var. Kim istəyir gəlsin, yanımızda dayansın. Tədbirimiz sizlərlə yekunlaşacaq. Ən azından bir xatirə şəkli çəkdirərdik. Danışmasaz da yanımızda olardınız. Seyfi Abdullayevin atası Fəqan Əmi tədbirimizdə iştirak edir. Bir alqışlar gəlsin. Və Nicat Qarazadənin atası Mahir Əmi tədbirimizdə iştirak edir. Və şəhid analarından kim danışmaq istəyir? Mikrofonu yaxınlaşdırım sizlərə. İlk növbədə hamını salamlayıram. Esmirə günəş. Esmirə deyərkən bir günəş deyirik. Günəş kainatımıza işıq saçır və hər kəsi istisindən istidir. Sağ ol, gözəl qızım, var ol. Sən o yazdığın kitablarla demək olar ki, biz anaların ürəyinə, qəlbinə azacıq olsa da su səpirsən. Və demək olar ki, Azərbaycanın bu ucundan, bu ucundan gələn anaları bizlə tanış edirsən. Var olasın. Sözün çox söz deyərdim, amma analar çoxdur. İstəmirəm yoran. Biz analar sənə öz təşəkkürümüzü bildiririk. Hər zaman yanımızda olduğun üçün. Var ol, gözəl qızım. Hər zaman işıq saç. Təşəkkür edirəm sizlərə. Allah sizlərdən razı olsun. Mənim uzaqdan gələn qonaqlarıma istəyirəm söz verim. Və burada Şabramdan gələn şəhid ailələr var. Oqtayımın bacısına söz vermək istəyirəm. Çünki bu şəhid ailələrini o mənə tanıdı, vasitəçi oldu. Allah sizdən razı olsun. Hamımızı xoş gördük. Allah bütün şəhid ailələrimizi səbir versin. Allah qazi qardaşlarımızı şəfa versin, rəhm eləsin. Bizlər Günəş xanımı da Allah sağ eləsin ki, bizləri yaddan çıxarmayıb, bizim şəhidlərimizi kitabda dərc edib, Allah kömək olsun. Hamımızı can sağlarım deyirəm. Şaban vermə adına hamımıza təşəkkür edirəm. Sizlərin qarşınıza iki qəhrəman xanımı çıxartmaq istəyirəm. Keçmişlərə bu günü üz-üzə gətirmək istəyirəm bir balaca. Niyə duyuram belə xanımlarla? Bizim Nəzakət xanım 44 günlük ilk Qarabağ savaşlarında Rıza Həmrullayevin həyat yoldaşıdır. İlk Qarabağ savaşlarında həyat yoldaşını itirdi. 3 övladı ilə Şabranın Dağbilci kəndində çox əziyyətlə, çox zülümlə və o dövrdə hamımız gözəl bilirik ki, şəhid ailələrinə
indiki kimi diqqət, qayğı yüksək səviyyədə deyildi. Və o həyat hekayəsini mənə danışanda mən o qədər istən içə yanmışam ki, necə deyim, bəlkə də kitablara sığışdırmaram onların həyat hekayəsini. Təsəvvür edirsiniz deyil, malı heyvanı, məhsulunu kilometrlərlə yolu piyada gətirirdim ki, onu rayonda satıb keyfi pul edib uşaqlarıma çörək pul aldım, aparacam. Və bu cür bizim mərd xanımlarımız var. Eyni zamanda 44 günlük vətən müharibəsində 2 övladı ilə tək başına qalan xanımımız da yoldaşından sonra az vəziyyət çəkmir onları böyütmək üçün. Niyə ikisini müqayisə elədim bu gün səhnədə? Biz o acını ta qədimdən yaşayırdıq, amma hiss eləmirdik. Bu gün Qovat kimlərimizin sayəsində rızalar da yadımıza düşdü. Onların da ailəsini ziyarət elədik, tapdıq, az da olsa təsəlli olmağa çalışdıq. Bax, indi xahiş edirəm ki, bir alqışlar belə mərd xanımlarımız üçün gəlsin. Onların həyatı başqalarına örnək olsun, ayaq üstə möhkəm dayansınlar. Allah sizlərdən razı olsun. Və burada Seyfimin anası da istəyirəm bir-iki kəlmə danışsın. Mənim nişanına 2 gün qalmış şəhətdə ucalan Seyfimin anasıdır Şövqiyə anamız. Şəhadətə qaldığı Xankəndimizə bayaq sandılar. Elə o 8 polis analarının adından, o yenə də deyirəm, qəhrəmanlıqla öz yenə bayraqlarına, torpaqlarına, öz şirin zamanlarına, həyatlarını qurban verən oğulların anasıyıq biz. Yəni, nə qədər ağır olsa da, biz üçün nə qədər çətin olsa da, Sevimin 2 gün nişanına qalmış, nişanəsi qalmayan bir oğlun anasıyım mən. Çox sağ olun. Teşekkür ederim. Allah sizlərə səbir versin. Həm balızın oğlunu aprel döyüşlərində, daha sonra isə sonra gələn savaşlardan birində öz oğlunu fəda edən, öz oğlunu cənnətə götürən qəhrəman analarımızdan biri Nicat Qarazədənin anası da istəyirəm bir-iki kəlmə danışsın. Mən də bütün qonaqlar salam deyirəm, dəyərli şəhid analarım salam deyirəm, çox sağ olun. Vəziyyətiniz havalı edin, vəziyyətdə ki, siz əlinizdə, gözdə, qüvvət versin, yanınızda olsun. Və burada mətanətimin anası da bir zəkanlıq desin istəyirəm. Çünki şəhid qızı var bu ananın. Allah səni var eləsin. Allah sağlamlığına tezliklə qovuşmağı nəsib eləsin inşallah. Bu yığınca şəhid analarını salamlayıram. Onlara dözün, səbir arzulayıram. Qəhərlənməsinlər. Mən də bir şəhid anası kimi tüm günüyle qəhərlənirəm. Amma mənimsi çox böyük. Allah dözün versin. Sağ olun. Allah səni yazan əllərini var eləsin. Nə yaxşı ki, sizin ikiniz şahidlər. Və şəhid atası var, Eşə əmi, zəhmət olmasa yaxınlaşın. Mən hər kəsi salamlayıram, bütün şəhid atalarına, Əsmər Bakıcıqlarına. Mən sizə minnətdarım, çox sağ olun, dəvət edəcəksiniz. Mən 19 yaşlı şəhid Qurbanəminin atasıyam, Quzalı Qurbanəminin atasıyam. Mənim oğlum ayın 19-u gecə saat 3 idarələrində olar
sonra, müharibədən sonra yanımdan gələn adam Masazırda yaşayır o həmin adam. Dedi ki, bizə bu gecə komandir dedi ki, valideynlərimizdən havada olalım. Səhər hücum olacaq, Xocavəndə hücum olacaq. Mən bütün oğulları salamlayıram, halal olsun. Təkcə mənim oğluma yox, bütün şəhidlərə halal olsun. Allah rəhmət eləsin hamısını. Səbir edirəm, sağ olun, çox sağ olun. Əsmir bacım, mən zəhət edirəm, sizə çox sağ olun. Mən onu dedim ki, namaz üstündə mən bütün şəhidlərimizi dua edirəm. O bir dünya cənnət olsun məkanına, sağ olun. Teşekkür ederim hər birinizə. Kiminsə sözü varsa, danışmaq istəyirsə, eşidə bilərik, dinləyə bilərik. Maysanla bir şey səsləndirəcək. Ondan əvvəl kiçik bir tədbirdə mənim ürəyimdən keçib. Lalə Şirini yanıma dəvət edirəm. Bu tədbirin hazırlanmasına məndən çox həyəcan keçirən, 2 gün əvvəldən məşqlərini eləyən və dəyərli bəstəkarımız Lalə Şirinə kiçik bir təklifim olacaq. Bildiyiniz kimi, həm də mən Günəşin Nuru Ədəbi Məclisinin təsisçisiyəm. Şəhidlərimizin gələcək nəsillərə tanıdılması və gənclərdə vətənpərvərliyin təbliği üçün həyata keçirdiyim layihələrdə fəal iştirak etdiyinə görə bəstəkar Lalə Şirin təltif olunur. Təşəkkür edirəm sizə. Şəhidlərimizə rəhmət eləsin. Lalə xanım həm də Qəhrəmanlar Elegiyasının dediyiniz kimi bəstəkarıdır və həmin elegiyada məhz bu binada klipi çəkilib. Vüsalə xanımı da dəvət edirəm yanımıza. Bizim Heydər Əliyev Mərkəzinin rəhbəri. Gəldiyimiz bir gündən bizi səmimi qarşılayan, ürəklə yanaşan, həqiqətən də yanımızda ürəklə olan xanım. Sonda sizə də təşəkkür edirəm. Allah sizi var eləsin. Bugün tədbirimizdə Tarix Muzeyində nümayəndəsi iştirak edir İradə xanım. Tez-tez Tarix Muzeyində də şəhidlərimizə bağlı tədbirlər olur. Sabah saat 11-də də onların qonağıyıq. Şəhidlərimizin tanınılması üçün əziyyəti olan bütün hər kəsə, işindən, peşəsindən asılı olmayaraq müəllimlərimizə təşəkkür edirəm. O uşaqlarımızı bura gətirdikləri üçün. Xüsusi olaraq uğurlamaq istəyirəm ki, Reyhanə xanım qızı, Abşeron qızı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi olaraq tədbirimizdə iştirak edirlər. Anidən çağırdılar, işlə əlaqədar olaraq getdi. Onun da şəhidinin adını çəkməsəm olmaz. Rüstəmov Cavanşir Reyhanə xanımın atasıdır. Allah onun da ruhunu şad eləsin. Onun üçün də bir şey yazmışdım mən. İnşallah sonunda səsləndirəcəm. Çox sağ olun, təşəkkür edirəm. Allah sizlər mən təşəkkür edirəm. Amma mən düşünürəm ki, bizim hər birimizin borcudur şəhid atalarının yanında olmaq. Allah qalır, mən onlara səbir edirəm və hər zaman biz onların yanındayıq. Allah rəhmət eləsin. Maysa, şehir hədiyəsi sənin. Mən də bütün tədbir işləmləyirəm, başda şəhid aidlər olmaqla və öz təşəkkürümüzü bildirik Heydər Əliyev Mərkəzinin rəhbərliyinə hər zaman qapılarını üzünüzə açır. Bütün qələm əhlinə, yazarlarımıza, bütün qonaqlara xoş gəlmişsiniz deyirəm. Mən də artıq biz zəfər çalmış bir ölkənin nümayəndələriyik, vətəndaşlarıyıq. Bizim oğullarımız, evladlarımız canı bahasına olsa da torpaqlarımızı işğaldan azad edərdi. 30 il bundan əvvəlki şəhidlərimizin də qisaslarını aldılar. Ona görə demək lazım ki, biz müstəqil bir ölkədə yaşayırıq, şən, firavan. Çəkilibdir üstümüzdən qanla dolu qara duman, indi parlayan ulduzlar bəzəyir gecələri, sarı günəş şəfəqini saçır səmalarda gündüzləri. Bağ-bağçada nəğmə oxur, cəhcəh vurur sarı bülbül, Qarabağda, Şuşamızda çiçək atır xarı bülbül. Sanmayın ki, asanlıqla qazanmışıq azadlığı, minlərlə biz can vermişik.
yaşayın azadlığı. Bir tərəfdə ulu öndər, bir tərəfdə güclü bir xalq. Əlbət qalib gələcəkdir həm ədalət, həm də cihad. Boyanlasın bəşəriyyət, əyilməzdir bizim millət. Bizim üçün önəmlidir vətən, namus, bir də qeyrət. Azərbaycan adlı bir xalq yer üzünə səda saldı. Azadlığı hələlik yox, həmişəlikliyə aldı. Azadlığı hələlik yox, həmişəlikliyə aldı. Çox sağ olun. Sizə də uğurlar diləyirəm. Çox sağ olun. Yaxşı ki, varsınız. Belə gözəl kitabları yazırsınız, şəhidlərimizin yad edirsiniz, əbədiyyətə qovuşdurursunuz. Çox sağ olun. Belə bir gözəl kəlmə var ki, deyirlər ki, biri varmış, ancaq bizim üçün, bizim balalarımız üçün bir oxumuş yoxdur. Onlar daim yaşayacaq. Nədən bilirsinizmi? Bizim bu şairlər, yazarlar, qələm ustalarının sayəsində. Çünki bizim cənnətdəki çiçəklərimizi solmaya qoymayacaq. Hər zaman daim sulayacaqlar öz qələmlərinə. Sağ olun, var olun. Sonda hər birinizə təşəkkür edirəm. Dəyərli şəhid analarım, yaxşı ki varsınız. Siz yaşayın ki, sizlərin sayəsində qəhrəmanlarımız da yaşasın, yaşadaq, tanınsınlar. Samirimin doğması iştirak edirdi. Sözünüz var. Çox sağ olun. Teşekkür edirəm sizə. Şəhid analarının, şəhid bacısı kimi bu qarşılandı, şəhid əllərindən öpürəm. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Sonda, başda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi olmaqla Abşeron Xızı Regional Mədəniyyət İdarəsinə, Abşeron Xızı Regional Təhsil İdarəsinə və Heydər Əliyev adına mərkəzin bütün kollektivinə, operatorumuz Murad qardaşa da, əziyyətli olan hər kəsə təşəkkür edirəm. Uşaqlar çəkilsin orada, ana otursun. Bir dənə gözlə qaqa, ora keçmir. Baxa. Uşaqlar bir dənə saxlayın, baxa.